Bir yeni daş kəndli, bir daş kəndli olaraq mən də fəxr edirəm sizlər kimi ki, bu cür igidlərin qəhrəmanları var, qəhrəmanlarımız var, igidlərimiz var, yeni daş kəndi, daş kəndi. Yəni bax bu yerə hər biri bu vətən uğrunda həm 1-ci Qarabağ müharibəsi dövründə, həm 2-ci Vətən müharibəsində şəhid olan oğullardır. O şəhid oğullardan biri də bu günləri 22 may 2026-cı tarixdə torpağa dəfn olunan, torpağa qovuşan, uğrunda döyüşdü, torpağa qovuşan şəhid Rəşadət Süriyevdir. Və nəyi demək istəyirəm, bu şəhidlər sırasında bir də həm düzdür, nə qədər ağırlı olsa da, həm də fəxrli bir məqam var ki, Rəşadətlə bərabər məhz sizin sinif yoldaşlarınız olurlar. 6 şəhidimiz eyni yaşda, eyni sinif yoldaşları olaraq vətən uğrunda şəhid olurlar. Yəni bir sinifdən, bir kənddən, bir sinifdən eyni təvəllüd, 1973 təvəllüdlü 6 şəhid. Bu da o demək ki, bu kəndimizin vətənə sevgisi nəzərə gəlir. Kənd cəmaatının, kənd gənclərinin bu mənada fəxr olunasıdır. Və sizlər də fikirlərinizi bildirdiniz sinif yoldaşımızla, dostumuzla bağlı və Araz müəllim və Araz Yaqubov da açıqlamalar verdi. Onunla bağlı keçirilmiş həm tədbirlərdən, həm kitablardan, həm də sənətli filmlərdən qeyd edim ki, mən də 2023-cü ildə bir boyama işlədim. Düzdür, sonradan bu siyahını 23 nəfər dedilər, amma o zaman mən əsəri poemanı yazanda mənə 15 nəfər, 15 qəhrəman, 15 igid olaraq məlumat verdilər və poemanın adda məzarı olmayan 15 qəhrəman olaraq yazıldı, nəşr olundu və Allah Xəzan müəllimdən razı olsun və onun maddi dəstəyini mən o kitabı da nəşr elətdirdim. Yəni əlimizdədir. Kifayət qədər çalışdım ki, həm həyat yolunu, həm döyüş yolunu o poema ilə işıqlandırım da bilmirəm. Nə dərəcədə bacarmışam bunu sizlər oxucular deyə bilərsiniz. Və bir şeirimdə də onunla bağlı yazmışam. Bu dünyadan igid tək ötən oldu Rəşadət. Az ömrü ilə vətənə bir tən oldu Rəşadət. Qar ələndi yayına, böyüş düşdü payına, darda yurdun hayına yetən oldu Rəşadət. Bilməliyik biz bunu, olmuş döyüş vurğunu, yetirib öz borcunu, bitən oldu Rəşadət. Ömrə gedib əlvida, verdi o canın o fəda, şəhid adlı bağçada bitən oldu Rəşadət. Topdu kökə, budağa, qondu gülə, yarpağa, döndü daşa, torpağa, vətən oldu Rəşadət, vətən oldu Rəşadət. Vətən olan torpağa, bu torpağa qovuşmanın vətən olan Rəşadətin də və bütün şəhidlərimizin də ruhları şad olsun. Hər bir önümüzdə, ruhları önündə başlayır. Allah rəhmət olsun. Qeyd edək, sizlər də toxundunuz, mən də toxunum. Şəhid Rəşadət Süriyevin də, digər tapılan şəhidlərimiz də var ki, onların tapılmasında zəhməti olan hər kəsə mən də təşəkkür edirəm. O təşəkkür etdiyimiz insanların sırasında bizim el oğlumuz Qarabağ qazisi, şəhid qardaşı Rızvan Qasımov da var ki, Allah ondan razı olsun. Və inşallah bizim iki şəhidimiz siz də qeyd etdiniz. İnşallah şəhid Ziya Quliyevin də, Mehdi Mərrəmovun da və Can Baxışov, Mahmud Sülxayoğlu'nun da 3 şəhidimiz hələ var. İnşallah inanırıq ki, onların da nəşrləri tapılar. Bu torpağımıza inşallah təmin olurlar. Allah rəhmət versin.